Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrafil enbiyayı vel murselin. Seyyidina Muhammedin ve ala alihi ve sahbihi ecma'in. Amma ba'd. Hem senalardan sonra Allah Teala'dan isteyirik ki Allah Teala kardeşimizin evliliğini hayırlı, bereketli etsin. Bu evliliği Allah'ın rızasına aparan bir yol etsin. Ve bu evlilikte ne kimi hayırlar varsa hamısını kardeşimiz için yazsın. Ve həmçinin Allah Teala'dan isteyirik ki Allah Teala onlara Allah'ı seven, Allah'a itaatdə böyüyen zürriyyət bəxş eləsin. Həqiqətən insanın xeyirli olması, Allah katında ucalması, insanın Allah'a olan sevgisine göre ve itaatine göredir. İtaat insana her bir halda xoşbəxtlik, xoş həyat qazandırır. Necə ki Allah Teala Nahl suresi 97. ayədə buyurur: "Men amila salihan min zekarin aw unsa ve huve mu'min felenuhyiyennehu hayaten tayyibe." Hər hansı kişi və yaxud da qadın iman gətirdiyi halda salih əməl edərlərsə, biz ona xoş həyat verərik. İman gətirib salih əməl edən hər bir insana xoş həyat verərik. Yəni bu ayədən alimlər fayda olaraq çıxarır ki, baxın deyir, Allah Teala demədi ki, biz ona bol ruzu verərik, mal dövlət verərik. Allah Teala buyurur, biz ona xoş həyat verərik. Yəni bu da onu bildirir ki, xoş həyatı, xoşbəxtliyi qazanmaq üçün ən birinci, yəni ən əsas amil Allaha imandır. Və sonra o imanın gərəkdirdiyi, tələb etdiyi şəkildə salih əməlləri yerinə yetirməkdir. Əgər insan belə edərsə, hər bir hal onun üçün xoşbəxtlik, sevinç və huzur əldə etməsinə səbəb olar. Xəstələnəndə də, başına müsibət gəldiyi zaman və həmçinin kasıblıq üz verdiyi zaman da insan xoşbəxt olur. Allah Teala'nın ona verdiyi, bəxş elədiyi bu iman sayəsində o halları düzgün qarşıladığına görə. Çünki iman sayəsində iman gətirən insan Allah Teala'nın bəxş elədiyi nimətləri şükürlə qarşılayır. Və o niməti Allaha mənsub edir. Yəni artıq demir ki, mən bunu öz hünərimə görə, ağlıma görə, təcrübəmə görə əldə eləmişəm demir. Və deyir ki, bunu verən Allah Teala'dır. Müvəffəq edən Allahdır. Və buna görə də Allah Teala o insanın qəlbinə rahatçılıq yerləşdirir. Və həmçinin müsibət gəldiyi zamanda yenə o insan o iman sayəsində səbr edir. Və bilir ki, hər bir insan Allahın mülküdür. Qul olaraq bilir ki, insan Allahın mülküdür və Allah Teala yəni öz mülkündə istədiyini edir və kimdənsə nəsə soruşmur. Çünki Allah Teala buyurur: "La yus'alu amma yef'alu ve hum yus'alun." Allah Teala etdiyinə görə sorğu-sual olunmaz. İnsanlardır etdiyi əməllərinə görə sorğu-sual olunanlar. Və Allah Teala kimdənsə nəsə soruşmur. Və nəyi edirsə də o da uca bir qayə, uca bir hikmətə görə edir.
zahirən şər ola bilər. Yəni, baş verən hadisələr zahirən şər kimi görsənir, amma onun aqibəti xeyirlidir. Çünki Allah Teala onu təqdir edərkən uca bir hikmətə görə təqdir edir. Və Allah Teala'nın feilində heç bir şər ola bilməz. Şər baş verən hadisələrdədir. Baş verən hadisələrdə şər var. Amma Allah Teala'nın feilində, təqdirində heç bir şər yoxdur. Çünki Peyğəmbərimiz sallallahu aleyhi və səlləm duasında deyərdi ki, وَالشَّرُّ لَيْسَ إِلَيْكِ Şər sənə aid deyildir. Amma başqa yerdə isə oxuyuruq ki, imanın dayaqlarında ən tu'minə bil qədəri xeyrihi və şərrih qədərə iman gətirmək, onun xeyrinə və şərrinə. Yəni, alimlər bu iki hədisi cəm edəndə deyirlər ki, şər Allah Teala'nın feilində ola bilməz. Allah Teala'nın feilində heç bir şər yoxdur. Şər sadəcə baş verən hadisələrdə, yaranmış işlərdə var. Və onun özündə də insan əgər düzgün qarşılayarsa, böyük xeyirlər vardır. Və ona görə insan iman sayəsində Allah Teala'nın ona bəxş elədiyi bu imanla, bu qaydalarla müsibəti düzgün qarşılayır. Və bilir ki, Allahın mülküdür və Allah Teala öz mülkündə istədiyini edir. Və buna görə də Allah Teala'nın bölgüsünə, təqdirinə razı qalır. Təslim olur və Allah Teala da o insanın qəlbini hidayət edir. Necə ki, Allah Teala buyurur, وَمَنْ يُؤْمِنْ بِاللّٰهِ يَهْدِ قَلْبَهِ Kim Allah'a iman gətirərsə, Allah onun qəlbini hidayət edər. Alqamə rahiməhullah deyir ki, bu o insandır ki, başına bir müsibət gəldiyi zaman, onun Allah Teala tərəfindən olduğunu bilər, Allahın bölgüsünə, təqdirinə razı qalaraq təslim olar və Allah Teala onun qəlbinə hidayət yerləşdirər, xoşbəxtlik və rahatlıq yerləşdirər. Yəni, görün, iman neməti nə qədər, yəni uca bir nemətdir ki, insana hər bir anında, hər bir halında xoşbəxtlik qazandırır. Amma iman gətirməyən insan isə və yaxud da düzgün iman gətirməyən insan Allah Teala ona nemət verdiyi zaman neməti özünə mənsub edir. Deyir ki, mən bu neməti öz ağlıma görə, təcrübəmə görə, bacarığıma görə əldə eləmişəm, deyir. Allaha mənsub etmir, amma yenə rahatlıq tapmır. Yenə o nemətin itmə qorxusu var. Rahat ola bilmir. Oğurlana bilər, yana bilər, itə bilər. Və müsibət zamanı isə yenə iman gətirməyən insan və yaxud da düzgün iman gətirməyən insan özündən çıxır. Vay şivən qoparır, artıq hərəkətlər edir, etiraz edir. İnsan bu əməlləri ilə, bu hərəkətləri ilə birincisi müsibəti geri qaytara bilmir. İkinci, əsəbi xəstəliyə tutulur. Üçüncü, nə qədər savablar əldə edəcəkdir, əgər səbr etsəydi, onu itirir. Çünki səbr edənlərin mükafatı böyükdür. Allah Teala buyurur, İnnəmə yuvaffəs-sabirunə əcrahum bi qeyri hisab. Səbr edənlərin mükafatı hesabsız veriləcəkdir. Və həmçinin dördüncü, bundan da daha dəhşətlisi, daha acısı Allahın qəzəbini qazanır. Çünki Peyğəmbər s.ə.v buyurur ki, İnnə izaməl cəzai ma'izamil bələ. Mükafatın böyüklüyü, savabın böyüklüyü
müsibətin böyüklüyünə görədir. Nə qədər çətinliklər, sıxıntılar çox olarsa, böyük olarsa və mükafat da böyük olur. Və sonra buyurur ki, İnna Allaha idə əhabbə qavmən ibtələhum. Fəmən radiyə fələhu rida və mən səxita fələhu suxt. Allah Teala bir qövmü sevərsə onları imtihana çəkər. Kim razı qalarsa ona Allahın razılığı vardır. Və kim qəzəblənərsə, etiraz edərsə ona Allahın qəzəbi vardır. Ümumiyyətlə, müsəlman heç vaxt sıxıntı, ağrı, acı, problem istəməməlidir. Arzulamamalıdır. Amma onlar, o sıxıntılar, imtihanlar insan istəmədən, arzulamadan gəldisə, onu yaxşı qarşılamağa çalışmalıdır. Çünki onun özündə də böyük xeyirlər vardır. Peyğəmbərimiz s.ə.v buyurur ki, Lə tətəmənnəv liqa'əl aduv vəs'əlullahəl afiyyə fəizə ləqitumuhum fasbiru. Düşmənlə qarşılaşmağı arzulamayın. Düşmənlə qarşılaşmağı heç vaxt istəməyin, arzulamayın. Allahdan afiyyət istəyin. Yəni, insan dualarında həmişə Allahdan afiyyət istəməlidir. Afiyyət də nədir? Salamatçılıq. Dininin salamatçılığı ən birinci, bədəninin salamatçılığı, malının salamat olması, yəni afiyyət bütün salamatçılıqları özündə əhatə edir. Yəni, insan nə istəməlidir? Afiyyət istəməlidir. Amma sonra buyurur ki, فَإِذَا لَقِيتُمُوهُمْ فَصْبِرُوا. Əgər qarşılaşdınızsa səbirli olun. Qaçmayın. Sabit olun. Yəni, bu hədisdən, yəni alimlər yenə fayda olaraq çıxarır ki, nə üçün? Yəni, Peyğəmbər sallallahu aleyhi və səlləm düşmənlə qarşılaşmağı, istəməyi, arzulamağı çəkindirdi, qadağan etdi. Çünki insan onu arzulayarsa, istəyərsə, aqibəti, sonu bilinməyən fitnə ola bilər. Sonu bilinməyən fitnə ola bilər. Yəni, nə bilirsən? Yəni, sabit olacaqsan, o fitnədə yoxsa yox. Və ikincisi, çox vaxt insan bir şeyi arzulayanda, qoy gəlsinlər, onları sındırarıq, dağıdarıq, məhv edərik, insan özünə güvənmiş olur. Və Allah Teala da kim ki özünə güvənir, ondan yardımını kəsir. Və Allahın da yardımı kəsiləndə insan məhv ola bilər. Amma nə vaxt ki insan istəmir, çətinliklər, problemlər, arzulamır, həmişə Allaha sığınır, Allaha təvəkkül edir və nə qədər sıxıntılar da gəlsə, insanın heç fikrinə gəlmədiyi, hansı ki heç vaxt yəni onu aşa biləcəyi haqqında heç düşünməzdi də. Fikrindən belə keçməzdi. Elə bir şeyləri insan Allaha təvəkkül etdiyi üçün, özünə arxayın olmadığı üçün aşa bilir. Deməli, istəmədən oldusa, insan arzulamır, istəmir. Əgər səbr edərsə, Allah Teala tərəfindən insana yardım gəlir. Həmçinin, yəni insan bilməlidir ki, hər baş verən hadisələrdə, sıxıntılarda mömin üçün, müsəlman üçün böyük xeyirlər vardır. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm yenə bir hədisində buyurur ki, Əcəbən li əmril mümin. Mən mömin insanın işinə təəccüblənirəm. İnnə əmrahu kulləhu ləhu xeyr. Onun hər bir işi onun xeyrinədir. İn asabəthu sərra'u şəkara fəkənə xeyran ləh. Nemət verildiyi zaman, sevinclə qarşılaşdığı zaman şükr edir, onun xeyrinədir. Və in asabəthu darra'u sabara fəkənə xeyran ləh. Müsibətlə qarşılaşdığı zaman səbr edir, yenə onun xeyrinədir. Fəleysə zəlikə illə lil mümin.
Və bu mömindən başqası üçün ola bilməz. Niyə ola bilməz? Çünki başqası düzgün qarşılamır. Həmçinin, yəni bu sıxıntılarda və yaxud da xəstəliklərdə insanın dərəcəsinin qaldırılmasına və eyni zamanda günahlarının kəffarə olmasına, silinməsinə səbəbdir. Yəni bu müsibətlər, sıxıntılar, xəstəliklər. Çünki yenə başqa bir hədisdə Allah Rasulü sallallahu aleyhi və səlləm buyurur ki, qulun Allah qatında əzəldən yazılmış bir dərəcəsi olur. Qul o dərəcəyə əməli ilə çatmır. Etdiyi əməllər, ibadətləri onu o dərəcəyə çatdırmır. Və Allah Teala qulunu əzəldən yazılmış dərəcəyə çatdırmaq üçün müsibətlər göndərir. Yəni o müsibətlərlə əzəldən yazılmış dərəcəyə qulunu qaldırır. Yəni ona görə insan bilməlidir ki, Allah Teala Ar-Rahimur Rahimindir. Ən böyük mərhəmət sahibidir. Allah Teala'nın bəndəsinə olan mərhəməti şəfqətli ananın evladına olan mərhəmətindən daha böyükdür. Və sən bilməlisən ki, Allah Teala sənə sənin özündən daha rəhimlidir. Əgər bu sıxıntılar o böyük mərhəmət sahibi tərəfindən gəlibsə, yəni bilməlisən ki, bu zahirən şər görünsə də burada böyük xeyirlər və mərhəmət vardır. Ona görə sələflərdən biri deyərdi ki, Əhabbuhu iləyyə, əhabbuhu iləyh. Ona sevimli olan mənə də sevimlidir. Əgər bu Allahın təqdiri ilə baş veribsə, Allah Teala bunu istəyibsə, mən də yəni bu halımla razılaşıram, səbir edirəm, şükr edirəm. Yəni, ümumiyyətlə insanların müsibət anında 4 halı vardır. Onlardan birincisi qəzəblənən, etiraz edən. Kim ki müsibət zamanı etiraz edir, vay-şivən qoparır, saçını yolur, üzünü vurur, sinəsini cırır, yəni o insan artıq itirmiş insandır. Xeyr əldə etmir. Çünki Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur ki, Ən-naihatu İzə ləm tətub qablə məvtihə tuqamu aleyhə sirbəlun min carab. Əgər vay-şivən qopararaq qışqıran qadın, yəni burada qadın keçsə də başqalarının aiddir. Əgər ölümündən əvvəl tövbə etməsə, qiyamət günü yaxşı alışıb yanan qətrandan paltar geyindiriləcək və həmçinin qoturdan. Əgər tövbə etməsə. Demək, nə qədər dəhşətlidir insanın müsibət zamanı vay-şivən qoparması. Yəni, Allah Teala göz yaşına görə əzab vermir. Yəni, göz yaşının axıdılması Allah Teala'nın insanın qəlbinə qoyduğu bir mərhəmətdir, rəhmətdir. Amma problem olan isə nədir? İnsanın vay-şivən qoparmasıdır. Və həmçinin başqa bir hədisdə yenə Allah Rasulü sallallahu aleyhi ve sellem buyurur ki, Əl-meyyitu yu'azzəbu bimə nihə aleyhi. Ölüyə əzab verilir onun üçün ağladıqlarına görə. Deməli, bu vay-şivən qoparıb, qışqırdığı zaman, ağladığı zaman ona görə ölüyə əzab verilir. Deməli, o deməkdir ki, bu insan o ölüsünü istəmir, sevmir. Bəli. Əgər sevsəydi, artıq hərəkətlər etməzdi. Vay-şivən qoparmazdı. Deməli, insan iman sayəsində həm özü qazanır, həmçinin də etdiyi əməlinə görə, düzgün sünnəyə uyğun əməl etdiyinə görə başqaları da yəni xeyir içərisində olur.
Amma artıq hərəkətlər isə insan heç nə əldə etmir, üstəlik nə qədər bədbəxtçiliklərin qazanmasına səbəb olur. Deməli, ikinci hal odur ki, səbr edəndir. İkinci hal, səbr edən. Üçüncü, razı qalan. Dördüncü hal isə şükr edəndir. Yəni, bu ən yüksək, ən üstün dərəcə sayılır. Ən aşağı isə səbr etmək, sonra razı qalmaq, bölgü ilə, təqdirlə və ondan da üstün olan şükr etməkdir. Və səbr etmək deyildiyi zaman müsibətin ilk anında olan səbir sayılır. 2-3 gün keçəndən sonra insanın etdiyi səbir sayılmır. Ona görə buna nə deyilir? Heyvani səbir adlanır. 3 gündən sonra olan səbir heyvanların səbridir. Başqa çarəsi yoxdur. Amma əsil səbir müsibətin ilk anında olandır. Bir dəfə Peyğəmbər sallallahu aleyhi və səlləm qəbrin üzərində ölmüş uşağı üçün ağlayan qadının, ananın yanından keçir və ona deyir ki, İttəqilləhə vəsbiri, Allahdan qorx, təqvalı ol və səbir et. Və o qadın Peyğəmbər sallallahu aleyhi və səlləmi tanımır və deyir ki, İleykə anni və ləm tusab bi musibətiyə, məndən uzaq ol, mənim başıma gələn sənin başına gəlməyib. Və sonradan deyirlər ki, o Peyğəmbər sallallahu aleyhi və səlləm idi. Ondan sonra gedir qapısına, yəni üzrxahlıq istəmək üçün, diləmək üçün və onda Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, İnnəmə sabru ində sadmətil ulə. Yəni, əsl səbir müsibətin ilk anında olandır. O müsibət gələn vaxtı, baş verən vaxtı olan səbirdir. Yəni, sonraki səbir, bir neçə gün keçəndən sonra insanın etdiyi səbir sayılmır. Ona görə alimlər deyərdi ki, axmağın 3 gündən sonra etdiyini ağıllı insan müsibətin ilk anında etməlidir. Yəni, axmaq da, dəli də 3 gündən sonra sakitləşir. Amma ağıllı insan isə müsibətin ilk anında etməlidir. Deməli, yəni bunları insanın bilməsi mənəvi təsəlli tapmasına səbəbdir. Əgər bunları bilərsə, yəni baş verən hadisələr boşa getmir və həm günahlar bağışlanır, günahlara kəffarədir və eyni zamanda dərəcələrinin də qalxmasına səbəb olur və həmçinin başqa müsibətlərin də qarşısını alır, başqa müsibətlərin də qarşısını almasına səbəbdir. Yəni, müəyyən hadisələr var, onu tez-tez xatırladırıq, həqiqətən faydalı olduğu üçün. Yəni, o nə bilirsəndir ki, ola bilsin o baş verən hadisələr daha böyük müsibətlərin qarşısının alınmasına səbəbdir. Küfənin valisi Ubeydullah ibn Ziyadın sərkərdələrindən biri yuxarıdan, yəni səthdən düşərək ayaqlarının ikisində sınır, qırılır və bunu ziyarət edir böyük tabinlərdən, alimlərdən biri Abu Qiləbə rahimehullah və gələrək ona təsəlli verir və deyir ki, burada da xeyirlər var. Və o da deyir ki, rahiməkallah, Allah sənə rəhm eləsin, deyir, ayaqlarımın ikisinin də sınmasında hansı xeyir ola bilər? O da deyir ki, sənin bilmədiyin şeylər var. Və 3 gündən sonra vali tərəfindən məktub gəlir, elçi məktubla gəlir ki, döyüşə çıxmalısan. Kimə qarşı? Peyğəmbər sallallahu aleyhi və səlləmin nəvəsi Hüseyin radiyallahu anhuya qarşı döyüşdə iştirak eləməlisən. Və onun halını görəndən sonra onu üzürlü hesab edirlər. Və 7 gündən sonra isə Hüseyin radiyallahu anhunun şəhid düşmə xəbəri gəlib çatır. Və onu eşidəndə həqiqətən deyir ki, ayaqlarının ikisinin də qırılması onu Peyğəmbər sallallahu aleyhi və səlləmin nəvəsinə qarşı döyüşdə iştirak etməkdən qorunmasına səbəb oldu. Belə baxan müsibət idi, amma daha böyük müsibətin qarşısı alındı.
Və həmçinin yenə baş verən hadisələrdən bir padşahın əməli salih vəziri olur. Və o vəzir həmişə bir söz deyərmiş bir şey baş verdiyi zaman Əl-xeyratu fi məxtarəhullah, xeyr Allahın seçimindədir. Yəni hər şeydə xeyir var. Və bir dəfə padşahla bir süfrədə çörək yərkən padşahın əli kəsilir və yenə adəti üzrə deyir ki, yəni burada da xeyir var. Xeyir Allahın seçimindədir. Və padşah hirslənir. Deyir ki, sən sevinirsən mənim bu halıma, məni ələ salırsan, atın bunu zindana. Və onu zindana atarkən yenə deyir ki, burada da xeyir var. Və padşah həmişə ova çıxarkən vəzirlə çıxarmış və bu dəfə vəzir içəridə olduğuna görə tək çıxmalı olur. Və ov da elə bir şeydir ki, necə ki Peyğəmbər s.ə.v buyurur, وَمَنْ اِتَّبَعَ الصَّيْدَ غَفَلْ Kim deyir, ova alüdə olarsa qafil olar. Və ova başı qarışıb, öz sərhədini aşır. Keçir başqa əraziyə, bütə ibadət edənlərin ərazisinə. Və onlar bunu tuturlar və deyirlər ki, yaxşı oldu bunu öz bütlərimiz üçün qurban kəsərik. Və aparırlar, ən böyük bütün qarşısında onu uzadıb kəsmək istədikləri zaman onlardan birisi deyir ki, saxlayın. Və soruşurlar, nə olub? Deyir ki, bu qurbana yaramaz. O əlindəki yaranı göstərir, deyir ki, bunda eyb var. Bunda eyb var, qurbana yaramaz. Və o əlindəki yara səbəbi ilə xilas olur. Və onda vəzirin sözü yadına düşür ki, hər bir şeydə xeyir var. Xeyir Allahın seçimindədir. Və gəlir və gələndən sonra vəzir də içəridən çıxartdırır və deyir ki, ey vəzir, mən bunu başa düşdüm. Amma səni içəri atarkən dedin ki, orada da xeyir var. Bəs oradakı xeyir nədir? Və deyir ki, ay padişah, səninlə ova kim çıxırdı? Deyir ki, sən çıxırdın. Əgər sən qurban olmasaydın, kim qurban olasıydı? Deməli, hər bir hadisədə xeyirlər var. Həmçinin daha böyük şərrin qarşısının alınmasına səbəbdir. Ona görə çox vaxt insanın sıxıntılarda, müsibətlərdə, xəstəliklərdə dava dərmandan daha çox mənəvi təsəlliyə ehtiyacı var. Bəzən bir neçə söz insanın təsəlli tapmasına səbəb olur. Və hətta insanlar dərdini danışası adam tapmır. Və biri deyir ki, mən qohumlarıma getdim. Gördüm ki, həyətdə dəli kimi ora-bura gəzir. Dəli insan kimi. Və ona yaxınlaşdım, soruşdum ki, nə olub? Mənə dedi ki, malımın bir hissəsini əlimdən alıblar. Malımın bir hissəsini əlimdən alıblar. Özünə yer tapa bilmir. Mən ona dedim ki, bu hərəkəti kim edər? Sənin kimi. O insan ki, onun ehtiyacı var. Sənin ki, ehtiyacın yoxdur. Nə olsun ki, alıblar? Və başladım onun mal dövlətini saymağa. Dedim ki, bu ev kimin? Deyir ki, mənimdir. İçərisində olan əşyalar və tək Bağdad şəhərində onun 1 milyonluq malını saydım. Sonra mənə deyir ki, Allah razı olsun, 3 gündür çörək yemirdim. Biraz da otur, söhbət elə. Görsən, insanın bir söz nə qədər rahatlıq tapmasına səbəb olur. Həqiqətən də imanın tələb etdiyi şəkildə insanın davranması hər bir halda insana xeyir qazandırır. Ona görə Peyğəmbər s.ə.v buyurardı ki, "Unzuru ilə mən huvə əsfələ minkum və la tanzuru ilə mən huvə fəvqakum fəinnehu əcdəru əllə təzdəru ni'mətəllahi aleykum." Siz sizdən aşağıda olanlara baxın. Dünyavi işlərdə sizdən aşağıda olanlara baxın, yuxarıda olanlara baxmayın. Əgər belə etsəniz, Allahın sizə olan neymətini aşağı görməzsiniz. Əgər bir insanın 2 otaqlı evi varsa, 1 otaqlı evi olana baxsın. 1 otaqlı evi olan isə heç evi olmayana baxsın. Və nə qədər insan aşağını düşünərsə və yaxud da sıxıntılarda, müsibətlərdə, xəstəliklərdə ondan da daha dəhşətlisini fikirləşərsə,
yenə görər ki, Allah Teala'nın onun üzərində nemətləri olduqca çoxdur. Sələflərdən biri deyir ki, əlimə bir yara çıxmışdı. Və əlimdəki yaranı başqası görür və halı dəyişir. Mən ona dedim ki, əlhəmdülillah, Allah həmd olsun ki, o yara mənim əlimə çıxıb. Əgər gözümə çıxsaydı necə olardı? Dilimə çıxsaydı necə olardı? Deməli, insan nə qədər ağrını, dəhşətlisini fikirləşəndə yenə artıq bilər ki, Allah Teala'nın ona olan nemətləri çoxdur, nemət içərisindədir. Və başqa birisi deyir ki, mən bir xəstəni ziyarət etdim. Xəstəliyin şiddətindən inildiyirdi. Deyir, mən ona dedim ki, Allah şükür elə. Allah şükür elə ki, sənin qorunmaq üçün, daldalanmaq üçün yağışdan, soyuqdan yerin var, evin var və sənə xidmət edənlər də var. Sığınacaq, isinəcək yerin var və sən xatırla küçə-bacaya atılanları, küçələrdə yaşayanları, nə onların daldalanacaq yeri var, isinəcək yeri var, nə də onlara xidmət edənlər var. Və ikinci dəfə deyir, artıq onun yanına girdiyim zaman inildəmirdi. Deməli, gör, sözlər yəni insana necə təsir edir. İkinci dəfə yanına girdiyim zaman artıq nədir? İnildəmirdi. Və başqa birisi deyir ki, mən bir insan gördüm. Xəstə idi. Kasıb, kör və üstəlik də əlil. Xəstə, kasıb, kör, əlil. Və gördüm ki, o müəyyən sözlər deyir. Və yaxınlaşandan sonra o sözləri eşitdim, onun təkrarladığı sözləri və deyirdi ki, Elhamdülillahilləzi faddalani alə kəsirin min ibadi. Məni yaratdıqlarının çoxundan üstün edən Allah həmd olsun. Məni yaratdıqlarının çoxundan üstün edən Allah Teala həmdə layiqdir. Yəni, buna çox qəribə gəlir. Yəni, bunda nə var ki, bu çoxundan üstün olub? Və ona yaxınlaşdım və dedim ki, rahimakallah, bimədə faddalək, yəni Allah sənə rəhm eləsin. Allah səni nə ilə üstün edib? O mənə dedi ki, razaqani qalbən şakiran və lisanən zəkiran və cəsədən aləl bəla'i sabira. Allah Teala mənə şükr edən qəlb, zikr edən dil və müsibətdə səbr edən bədən verib. Və bu da çoxlarında yoxdur. Ona görə Allah Teala buyurur ki, əsl körlər qəlbi kör olanlardır. Başındakı gözləri kör olanlar deyildir. Çünki Allah Teala buyurur, فَإِنَّهَا لَا تَعْمَ الْأَبْصَارِ وَلَكِنْ تَعْمَ الْقُلُوبُ الَّتِي فِي الصُّدُورِ. Gözlər kör olmaz. Kör olan sinələrdəki qəlblərdir. Neçə-neçə insanlar vardır ki, kördür, başındakı gözləri görmür, amma o insan Rəbbini tanıdığına görə, ona ibadət etdiyinə görə, yəni bir çox görənlərdən üstündür. O kör sayılmır. Kör insan Rəbbini tanımayan, onun əmirlərini yerinə yetirməyən, onun qadağalarından çəkinməyən insan olur. Allah Teala o qədər nemətlər verir, saysız hesabsız, amma bu nemətlərə qarşı, yəni bizim etdiyimiz nədir? Allah Teala'nın bəxş elədiyi nemətlərin hər birini günahla, asiliklə qarşılayırıq. Və sonra deyirik ki, Allahın quluyuq. Heç qul da ağasına asi olarmı? Hanı bəs qulluq? O qulluğun göstəricisi, onun əlaməti, qul da ağasına asi olarmı? Və nə vaxt ki, insan yəni bunları öyrənir və bunları tətbiq edir, yəni hər bir halında xeyir içərisində olur. Ola bilər zahirən müsibətlər olsun, şər olsun, amma işin həqiqətində isə mömin üçün
boşa gedən heç bir şey yoxdur. Hətta sıxıntı belə, kədərlənməsi belə, qəm, qüssə çəkməsi boşa getmir. Onun özü də kəffarədir. İbn Teymiyyə rahimehullah deyərdi ki: "Məzə yef'alu a'da'u bi? Fe inne bustani və cənnəti fi sadri." Düşmənlərim mənə nə edə bilərlər? Mənimdir cənnətim, mənim köksümdədir. Əgər məni öldürsələr, bu şəhidlikdir. Əgər zindana salsalar, Allahla tək qalmaqdır. Əgər sürgün eləsələr, bu da səyahətdir. Yəni, əsas cənnətdir, buradadır. Yəni, onlar bura çata bilməzlərdir. Çöldən nəsə edə bilərlər, amma qəlbə çatmaları mümkün deyildir. Ona görə İbn Qayyim rahimehullah deyərdi ki, bəzən biz çöldə olmağımıza baxmayaraq, azadlıqda, geniş dünya bizə genişliyi ilə dar gəlirdi. Sıxılırdıq. Və gedirdik içəri, türməyə, İbn Teymiyyənin yanına və o bir neçə kəlmə danışdıqdan sonra bütün sıxıntılarımız aradan qalxırdı. Elə bil ki, deyir, zindanda olan o deyil bizik. Baxmayaraq ki, 4 divar arasındadır, yəni insan neymətlər içərisində idi. O sıxıntıları hiss eləmirdi. O da nəyin sayəsindədir? O qəlbində olan, yəni imanın, yəqinliyin sayəsindədir. Və ona görə İbn Teymiyyə rahimehullah deyərdi ki, İnnə fid dünya cənnə. Dünyada cənnət vardır. Dünyada bir cənnət var. Mən ləm yədxulhə, ləm yədxul cənnətəl əxirə. Kim dünyanın cənnətinə girməzsə, axirətin cənnətinə girməz. Dünyanın da cənnəti iman, yəqinlikdir. O qəlbdə oldusa, yəni artıq ona başqa şeylər təsir eləmir və hər bir halını da düzgün qarşılayanlardan olur. Və Allah Teala'dan istəyirik ki, Allah Teala hər birimizi doğru olana müvəffəq eləsin və Allah Teala xalqımızı hidayət etsin, tövhidə yönəltsin, şirkdən qorusun və Allah Teala qardaşımız da həm ailəsi ilə birlikdə bu dünyanın saadətinə və həmçinin axirətin saadətinə qovuştursun. Allah razı olsun. İxlasla.com saytı tərəfindən təqdim olundu.